Təsəvvür et ki, böyük bir qələbəyə çatmısan. Artıq bütün baxışlar sənə yönəlib və hamı səndən doğru yolda addımlamağını gözləyir. Amma bu yol asan deyil. Çətinliklər və sınaqlar var və bəlkə də elə an gəlir ki, hədəfindən imtina etməyi düşünürsən. Elə həmin an vəfaya sadiq qalmaq hər şeydən önəmli olur. Allah Quranda buyurur: Minəl mu'minina ricalun sadaqu ma ahadullahi alayhi feminhum men qada nahbahu və minhum men yantazir. Möminlər arasında belələri var ki, Allaha verdikləri əhdə sadiq qaldılar. Aydın bir nümunə Həzrəti Əli əleyhissalam o şəxs idi ki, Allahla bağladığı əhdə son nəfəsinə qədər sadiq qaldı. Döyüşlərin, fitnələrin, çətinliklərin içində belə o həmişə Peyğəmbər sallavatullahın yanında oldu və heç vaxt verdiyi vəddən dönmədi. Bu dövrdə də müqavimət döyüşçüləri son nəfəslərinə qədər əhdlərinə sadiq qaldılar və bir an belə geri çəkilmədilər. Bu vəfa bizə böyük bir dərs verir. Əgər bir hədəfimiz varsa və ya kiməsə söz vermişiksə, hətta yol nə qədər çətin olsa da o əhdin arxasında dayanmalıyıq.